sağ eləsin Elgin Qabiloğlu. Bizim həm qohumumuz, həm fez sahəsində, kompüter sahəsində bizim dəyərli dostumuz. Mən deyərdim ki, keçən dəfə dedim, Qızılağacın yox, Səlyanımızın, Muğamımızın dəyərli, intellektual savada malik olan bir insanı. Səhər salam verirəm, Allah canı sağ eləsin. Böyük şad gündür, xoşbəxt gündür və bugün burada bütün analarımızı salamlayıram. Və bugün mən səbəblə anam iştirak edə bilmir, müəllim. İstərdim ki, sən də şeiriyyat uyğunlusan və analarımızın xəttində bir şeir səsləndirəm. Bəlkə yerinə düşər. Doğulub dünyaya, gəldim elə ki, çıxdı rahatlığın əlimdən ana. Gecələr yatmayıb laylamı dedin, oh sözü duymadım dilindən ana. 9 ay bətnində saxladın məni, mən sənə nə etdim bilmirəm ana. İndi göz yaşlarım süzür yanağa, yanaqda quruyur silmirəm ana. Ömrünü caladın mənim ömrümə, özünü mən qədər sevmədin ana. Özün öz canından pay verdin mənə, ruhumda sən varsan ölmədin ana. Adım müqəddəsdir, adına qurban, bəzənmək nə lazım naxışla ana. Əvəzin yox imiş, gec anlamışam, haqqını halal et, bağışla ana. Buyurun, təşəkkür edirəm. Teşekkür ederim alkışlar. Bu şiiri dinlemek isteyenler YouTube'da Elgin Qabiloğlu yazıp, teleden dinleyebilirler. Öz sesiyle ben defalarla dinlemişim. Allah canı sağ olsun.